Yuxusuzluq və ya yuxululuq günahkar hormonlar ola bilərmi? Əgər sizdə də yuxusuzluq və ya əksinə gün ərzində yuxululuq, mürgüləmə hissi kimi problemlər və şikayətlər varsa, bu zaman endokrinoloq konsultasiyanızı almanızda bir fayda vardır. Yuxusuzluq və ya əksinə gün ərzində bütün gün yuxululuq olmaq çox zaman bir çox endokrin problemlərə bağlı ola bilir. Bunlar arasında ən çox rast gəlinən problemlər qalxanvari bəzi xəstəlikləri, hipotireoz və hipertireozlardır. El arasında bunlara zəhərli zob və tənbəl zob da deyilir. Bundan başqa qan şəkəri dalğalanmalarında, xüsusən diabetdə, insulin dirəncində və hipoglikemiya hallarında, yəni şəkər düşmə hallarında yuxusuzluq və yuxululuq kimi əlamətlər də özünü göstərə bilir. Həmçinin böyrək üstü vəzi xəstəliklərində, melatonin mübadiləsi pozğunluğunda uzun müddət yuxusuz qalan insanlarda da hormonal disbalansın yaranması nəticəsində bu şikayətlər özünü göstərə bilir. Nə etmək lazımdır? İlk öncə həkimə qədərki tədbirlər hər zaman ilk növbədə dayanır. İlk növbədə sağlam həyat şəraiti kriteriyalarına əməl etməmiz lazımdır. Bura sağlam qidalanma, zamanında yuxu rutininin yaradılması, doğru su qəbulu və fiziki aktivliyin artırılmasıdır. Bu dörtlüyə əməl etdikdən sonra əgər şikayətlerinizdə azalma görməzsəniz, o zaman həkim endokrinoloqlara müraciət edib altda yatan səbəbin araşdırılması lazımdır. Sonda bununla bağlı suallarınız varsa şərhlərdə yazmağı və yaxud videoda göstərilən nömrə ilə əlaqə saxlamağı unutmayın. Sonda bu videonun daha çox insana çatması üçün bəyənməyi və paylaşmağı unutmayın. Videonun geniş versiyasına isə YouTube kanalımıza keçid edərək baxa bilərsiniz. Özünüzdən müğayət olun.